Hamıya salam. Bugün Budapeştdə Premier Outletə gedirik. Çox böyük bir ərazisi var burada. Budapeştdən biraz aralıdadır. Təxmini avtobusla 20 dəqiqəlik məsafədədir. Misal, burada Adidas ayaqqabının qiyməti 32.990-dan 30% endirimlə 23.090 forintə düşüb. Bunu 0.0051-ə vuraraq manatdan qiymətini tapa bilərsiniz. Bunlar yeni qiymətdir. Şulu var. Bu misal üçün 30.990-dan 21.690-a düşüb. Belə qış üçün botlar da var. Misal üçün botun qiyməti %50 endirimlə 10.490 forint. Misal üçün kurtkalar endirimdədir. Son qiymət 19.690 forint. 40.990-dan düşür. Adidas'ın topları var. Qiymətləri 11.990-dan 8.390 forintə düşür. Təxmini 42 manat edir. Adidas'dan çıxdım. İstəmirəm çox şey çəkim, çünki bura böyük ərazisi və video çox uzun olacaq. Ona görə gedirəm digər mağazalara. Burada belə bir gözəllik var. Hal-hazırda Nike'dayam. Bu Nike'ın kurtkaların qiymətini göstərim. 42.000 forint, 62.000-dən düşür. Təxmini 210 manat falan edir kurtkanın qiyməti. Nike'ın klasik ayaqqabılarından burada misal üçün bu ayaqqabının qiyməti 32.000-dən düşüb 22.400-ə 30% endirimlə təxmini 115 manat falan bu ayaqqabının qiyməti. Qarası var 24.500 forint və təxmini 125 manat var. Belə hündür boğazları 25.200 forintdə təxmini 125 manat. Burada belə bütün ayaqqabıların hamısı %50 indirimdədir. Hər növdə ayaqqabıda var. Butilərdə var hatta. Burada da Jordan'ın şalvarları var, 30% endirimdədir. Bunlar 22.000-dir, təxmini 110 manata düşüblər. Belə hoodilər var. Bu hoodilərin də qiyməti eyni qiymətədir bunlardan. İndi kapa gəlmişəm burada. Qapıdır, kapıdır, nədir bunun? Bir ara bunlara o qədər çox xoş durum ki, qiyməti 13.490 forintdir. Təxmini 70 manat civarında bir şeydir. Bunların hamısı eyni qiymətdir və 2+1 kampaniyası var. Burada da kurtkaların qiymətinə baxaq. 80.000-dən düşüb 55.490-a təxmini 275 manat edir bunların qiyməti. Çoxsu da eyni qiymətədir kurtkalar. Misal üçün, yaşıl rəngi də eyni qiymətədir. Bu malada qəşəng indirimlər var. Misal üçün bunun qiyməti 33.390-dan düşüb 13.990-a. Burada da endirimdə olan ayaqqabılardır. Bunların da qiyməti 37.990-dan düşüb 19.590, təxmini 100 manat olar qiyməti. Qara da həmçinin eyni qiymət. Burada ketaların qiymətləri də endirimlə 28.500-dən düşüb 15.600-ə. Rəng çeşidləri də var. Burada da ümumi ayaqqabıların qiymətlərini görə bilərsiniz. Fərqli çeşidli ayaqqabılar var. Bunların hamısı oğlan üçündür. Bura bunun ikinci tərəfidir. Bayaq göstərdiyim birinci tərəfi idi. İndi keçmişim ikinci tərəfə, yəni
balaca yer deyil, çox böyük yerdir ərazisi. Və Pumadan çıxdım. Gedirəm Lacoste tərəf. Lacoste bağlı idi. Calvin Klein-ə gedirəm. Calvin Klein-də ayaqqabıların qiyməti 52.000-dən düşüb 36.400-ə. Bu botların da qiyməti 74.000-dən düşüb 51.800-ə. Tişörtlərin qiyməti 22.000-dən düşüb 15.400-ə. Kurtkaların qiyməti də 69.299 forint olur. Bütün kurtkaların qiyməti. Bu da deyəsən yeni moddur. Burada belə çantalar var. Sadəcə çanta qiyməti 73.000-dən 51.000-ə düşür. Oğlan üçün çantaları təbii ki. Balaca sumkaların da qiymətinə baxaq. Bunun da qiyməti 30.000-dən düşüb 21.000-ə. Belə çanta da var, bel çantası da. Bunun da qiyməti 82.000-dən düşüb 57.400-ə, sonra düşüb 41.000-ə. Şeyləri sumkadır. Tommy'də də kutkaların qiymətinə baxaq. Kutkanın qiyməti 142.000-dən düşüb 99.400-ə. Bunlar da hamısının qiymətədir. Tommy'də ayaqqabıların da qiymətləri 43.000 forintdir. Şalsın bu yay ayaqqabısının qiyməti yazılmıyor. Bunun qiyməti də 43.000 forintdir. Klasik ayaqqabıların da qiyməti 48.300-dür, 69.000-dən düşüb. Botların da qiyməti 70.000-dən 49.000-dən düşüb. Burada ümumiyyətlə demək olar ki, bütün markalar var Premier Outletdə. Bir çoxunu gəzdim. Mənə maraqlı olanları gəzdim təbii ki. Bilmədiyim də daha çox markalar da var burada. Hansı ki, Bakıda görmədiyim markalardır. Və sizcə qiymətlər burada necədir? Mən düşünürəm ki, qiymətlər Bakıdakından bir qədər ucuzdur. Hətta mən sifariş verəndə belə xaricdən bu qiymətə yaxın gəlirdi, amma bu qiymət qədər ucuz olanlar yox idi. Təbii ki, bütün məhsullara aid deyil. Bəzi markalar burada çox bahadır, bəziləri də olduqca ucuzdur. Ona görə doğru düzgün də müqayisə edə bilmirəm. Amma mənə elə gəlir ki, orta. Nə çox bahadır, nə də çox ucuzdur. Alına biləcək qiymətləridir. Kofemizi də aldıq, günü burada bitiririk. Videonu bəyəndinizsə bəyənməyi, like atmağı, abunə olmağı unutmayın.